Yox, azartını deyirəm. Ümumiyyətlə, bu sahəyə münasibətiniz necədir? Hansısa? Cürə adamlara, azartlı olan adamlara, onlarla münasibətləriniz varmı, necədir ümumiyyətlə? Nə mənada siz deyirsiniz azartı? Biraz dəqiqləşdir. Yəni, məsələn, kazino sahəsində, başqa sahədə, yəni bu mənada. Aydındır. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Əlbəttə ki, bu kampaniya başlayanda bu məni çox üzdü. Ona görə ki, bu əvvəldən axıra qədər yalan bir şeydir və mən o vaxtda indi də hesab edirəm ki, bu mənə qarşı ciddi şəkildə düşünülmüş böhtan kampaniyası idi. Əlbəttə ki, bu şayələr sözə başlayanda mənim üçün çox qəribə idi ki, bu hardan gəlir. Amma sonra bəzi araşdırmalar nəticəsində məndə kifayət qədər sübut var ki, bu təşkil olunmuş, mənə qarşı, şəxsən mənə qarşı məni ləkələmək üçün aparılmış kampaniyadır. Bu kampaniya tərəfdən gəlirdi? Bu kampaniya, mən konkret ad da çəkə bilərəm, bu kampaniya Rəsul Quliyevdən gəlir. Çünki hələ mənim xatirimdədir, hələ o Bakıda işləyərkən şəhərdə belə şayələr gəzməyə başlamışdı və mən də bundan çox narahat olmuşdum ki, hardan belə şayələr əmələ gəlib. Sonra aydın oldu ki, Rəsul Quliyev şəxsən və onun yaxın adamları vasitəsilə şəhərə belə bir şayələri yaymışdılar. Əlbəttə ki, mənim üçün çox gözlənilməz bir hadisə şeydi. Amma o zaman mən bir söz deməyə ehtiyac duymadım. Amma son gəlişmələr, son hadisələr artıq kifayət qədər sübutlar da mənə deməyə imkan verir ki, bu Rəsul Quliyev tərəfindən kampaniyadır məni və burada məqsəd ancaq məni ləkələmək, məni gözdən salmaq və həm mənə, həm də yəqin ki, mənim atama, prezidentə bir zərbə vurmaq. Demək istəyirəm ki, bu kazino məsələsi ilə mənim heç bir əlaqəm olmayıb. Mən Topal ailəsindən heç kəsi tanımıram, onların heç birini heç vaxt görməmişəm. Və əgər onlardan soruşsanız, onlar da bunu təsdiq edə bilərlər. Kazinoda oynamamışam və heç nə uduzmamışam. Bilirsiniz, bu qəribədir. Kazinoda bəzən olur ki, adam uduza da bilər, uda da bilər. Amma mənim haqqımda nədənsə həmişə uduzmuşam.